Bismillahirrahmanirrahim. Bu günlərin biz yalan barədə danışacağıq. Yalan ən böyük günahlardan sayılır. Düzdür, günahın böyük, kiçiyi yoxdur. Günah elə günahdır, Allaha üsyan eləmək deməkdir. Sadəcə günahın insana nə qədər təsir qoyma cəhətindən ölçülür də. Bu günah insana böyük təsir qoyur ruhuna, az təsir qoyur. Amma belə ümumilikdə günah elə, günah da Allaha üsyan eləməkdir. Və bir sıra günahlar var ki, bunların insanın ruhuna böyük təsiri var. Həm dünyada insan fəsadını görür, həm axirətdə ziyanını çəkir. Onlardan biri də yalan danışmaqdır və yalanla bağlı bir çox rəvayətlər, hədislər nəql olunubdur. Və yalan danışan insan gecə namazı qıla bilməz və ondan ruzinin bərəkəti götürürlər və rüsvay olar. Həm Allah dərgahında rüsvay olar, həm möminlərin içində, namaz qılanların içində, cəmiyyətin içində rüsvay olar və yalan danışmaqda bu məsələ bir dəfə ilə olası bir şeydir. Yəni insan bir dəfə səhvən yalan danışdı, ya qəsdən nəyisə yalan danışdı. Bu cür hallarda insan birdən-birə gəlib insanlar içində abrıc etmir. O qədər yalan danışır. Kəzzablıq sifətin, kaziblik sifətin özündə bərpa eləyir. Və yalan danışan insanlarla Həzrət Əli əleyhissalam buyurur ki, dostluq eləməyin. Çünki həmin insanlar bəzi məsələləri düz də demək istəsə, onun arxasında bir yalan gizlənir. Məsələn, bir nəfər gəlir, səni tərifləyir, səninlə bağlı xoş sözlər deyir. Həqiqətdir, düzdür, dediyi xoş sözlər, xüsusiyyətlərin hamısı bəlkə də səndə var. Amma onun arxasında bir yalan, bir səmimiyyət dayanır. Yəni, Həzrət Əli əleyhissalam buyurur ki, bu cürə insanlarla çalışın, dostluq eləməyin, yoldaşlıq eləməyin və insan gəlir yalan danışanda bir həddə gəlir çatır ki, artıq özü öz yalanına inanır. Məsələn, sifdə insan yalan danışanda nəsə vadar eləyirdi, bu yalan danışırdı, zirənglik bilirdi. Məsələn, hansısa bir işinin düz getməsi üçün durub yalan danışırdı. Sonra bir müddətdən sonra insan yalan danışmağa vərdiş eləyəndən sonra lazım oldu, olmadı başlayır insan yalan danışmağa. Və elə bilir ki, elə danışdığı hadisədə baş verib. Və hədis də var ki, yalan danışan insanların yaddaşı zəif olur, yadından çıxır. Olmayıb bir hadisəni gəlir sənin üçün nəql eləyir və səhərsi gəlib sən bundan soruşsan ki, bu məsələni sən demişdin, bu məsələ ilə bağlı sən fikir bildirmişdin, belə bir hadisəni sən danışmışdın, yadında olmayacaq. Bir gün, 2 gündən sonra həmin hadisə onun yadından çıxacaq. Və yalanın bir neçə mərtəbələri var. Biri budur ki, Peyğəmbərin və Allahın adından yalan danışmaq. Hansısa bir, hətta məsələn görürsən ki, yaxşı bir ibrətamiz bir sözdür, yaxşı bir məsləhət verici bir fikir var. Bunu Peyğəmbərin adına bağlamaq, bunu Allahın adına bağlamaq yalandır. Sözün özü gözəl ola bilər, sözün özü yaxşı ola bilər, ibrətamiz bir fikir ola bilər. Olsa da belə sən bunu Peyğəmbərin adından nəql eləyə bilmərsən. Və yaxud məsələn bunu ən çox vaizlər diqqət eləməlidir. Quranın ayəsini düzgün şəkildə tərcümə eləməlidir ki, bu Allah kəlamıdır. Səhv tərcümə olunsa, səhv çatdırılsa, Allahın adından yalan danışmış kimi sayılır. Və yalan danışmaqda da dillə, tək danışmaqla yox, yazı ilə də ola bilər, işarə ilə də ola bilər və müxtəlif vasitələrlə də yalan danışmaq mümkündür. Bunlara insan gərək qəti surətdə yol verməməlidir. Və yalanı insan yalandan hər hansısa bir yalan bir söz deyir, ona and içmək ki, Allaha and içə ki, and ola Allaha filan hadisə baş verib. Bu yalanın digər mərtəbələrindəndir ki, bununla bağlı həddindən artıq hədislər, rəvayətlər gəlib ki, bu cürə andlardan insan gərək çəkinsin və fəsad törədən yalanlardan insan özünü qorumalıdır. Məsələn, bir nəfər hər hansısa bir işi görməyib, hər hansısa bir hərəkət eləməyib və bununla bağlı insan durub yalan
desə ki, məsələn filan kəs bu işi görüb, bu artıq fəsad törədən bir şeydir. Bunun təsiri də insana böyükdür. Yəni insanın ruhu tez təsirlənir belə yalanlardan. Bir növ iftira deyək də, töhmət, iftira deyə bir insanın eləmədiyi bir işi kimsə tərəfindən deyilməsi bu fəsad törədən yalanlardandır. Və bəzi insanlar görürsən ki, məsələn, zarafat şəklində yalan deyirlər. Məsələn, sadəlövh insanlar var, tez inanan insanlar var ki, bunlarda belə deyək də biraz ayıqlıq zəifdir. Kimsə yalandan nəsə deyəndə tez inanırlar, kimsə yalandan nəsə bir hərəkət edəndə tez onun həqiqətən belə olduğuna inanırlar. Bu cürə insanlara xüsusən yalandan zarafat eləmək olmaz. Və bəzi alimlər düzdür deyiblər ki, insan zarafat eləyəndə, yalandan bir nəyisə deyəndə orada zarafata aid bir əlamət olarsa, deməyin heç bir problem yoxdur. Amma bəzi fəqihlərin nəzərinə görə bu cürə yalanda haram hesab olunur. Və insan belə bu cür yalanlardan insan özünü çəkindirməlidir və insan özündə daim doğru danışmaqlığı, düzgün həyat tərzi yaşamağı özündə öyrəşdirməlidir. Və bəzən görürsən ki, möminlər, namaz qılanlar toriyə deyilən bir məsələ var. Toriyədən istifadə edirlər. Toriyə odur ki, iki mənaya malikdir. İnsan başqa söz deyir, dinləyici başqa cür başa düşür, amma bu həqiqətdə başqa bir şeyi nəzərdə tutur. Məsələn, bir nəfər gəlib deyir ki, filan kəs evdədir, filan kəs burada. Bu şəxs məsələn zehnində tutur o biri otağı, deyir ki, burada deyil, amma həqiqətdə evdədir. Bu nəzərdə tutur ki, bu otaqda deyil. Dinləyici də belə başa düşür ki, həmin şəxs evdə deyil. Buna deyirlər toriyə. Və yaxud məsələn gəlir biri səndən soruşur ki, necəsən, keyfin necədir, əhvalın necədir? Qayıdır ki, mən xəstələnmişəm. Bu da belə başa düşür ki, bu cismi xəstələnib, amma bu niyyətdə tutur ki, mənim cismim yox, ruhum xəstələnib. Buna deyirlər toriyə. Və toriyə də insan özün toriyəyə vərdiş eləyəndə də bir növ belə deyək də, düzdür, bir çox alimlər tərəfindən toriyə səhih sayılır, daha doğrusu haram hesab olunmur. Bəzi fəqihlərin nəzərinə görə bir ziyanı dəf eləmək üçün bir şey yoxdursa, yəni bir məsləhətli bir işə görə sən toriyə eləmirsənsə, hər hansısa bir fəsadı dəf eləmək üçün toriyə eləmirsənsə, yəni kefindən durub toriyə eləyirsənsə, bir qism fəqihlərə görə bu da haram sayılır. Amma bir çox fəqihlərə görə haram sayılmır, haram deyil, amma daha yaxşı olar ki, insan bu cürə məsələlərdən də gərək çəkinsin və daim həyatında doğru yaşamağı özündə vərdiş eləməlidir. Düzdür, bəzi yerlərdə yalan danışmaq vacibdir. Orada düz danışmaq haramdır. Məsələn, bir möminin abırı gedərsə, bir möminin məsələn, varı dövləti əlindən çıxarsa düz danışmaqla və yaxud heysiyyətə aradan gedərsə, orada düzgün yalan danışmaq vacibdir, nəinki düz danışmaq vacibdir. Və yaxud məsələn, iki nəfərin arasını düzəltmək üçün görürsən ki, iki nəfər bir-birinə qarşı küsülüdülər, bir-birinə qarşı kin-küdurəti var. Gəlib deyirsən ki, filan kəs səninlə bağlı xoş sözlər deyirdi, filan kəs səni tərifləyirdi, baxmayaraq ki, əksin deyib, baxmayaraq ki, bunu pis deyib. Bu cürə yerlərdə yalan danışmaq vacibdir və düzgün danışmaq olmaz. Və ümumilikdə, yəni istisna halları biz çıxsaq, yalan danışmağı insan həyatından çıxarsa, daim doğru danışmaqlığı özündə vərdiş eləsə və özü görəcək ki, yalan danışmaq insanın fitrətinə zidd bir şeydir, insanın daxilinə zidd bir şeydir. Məsələn, insan təzə-təzə yalan danışmağa başlayanda insanın sifətində bir qızartı halı baş verir, öz üzündə bir istilik hiss eləyir. Bunlar hamısı bunu göstərir ki, insanın bu yalan danışmağı insanın daxili ilə zidd bir şeydir. İndi gəlir insan bir həddə gəlib çatır ki, yalan danışmağa o qədər vərdiş eləyir. Bu artıq yalan danışanda nə siması qızarır, nə narahat hiss eləyir özünü və bu bir növ yalan danışmayanda özünü narahat hiss eləyir. Oturur elə, məsələn, hamısı nədənsə söhbət eləyir. Bu da başlayır, hər hansı bir başına gəlməyən bir hadisədən danışır ki, həqiqətdə başına gəlməyib bu hadisə. O başlayır danışır və
elə inanır da ki, həqiqətən də bu iş bunun başına gəlib. Bu nə vaxtsa məsələn bu qəhrəmanlığı, bu zirəngiliyi həyatında eləyib. Və Allah bizi doğru danışıb, doğru yaşayan bəndələrdən qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.